Şaban bilirsiniz Peyğəmbərin ayıdır. Çox mübarək günlər var bu ayda. Şaban ayının 3-ü İmam Hüseyn əleyhissalamın mövlud günüdür, doğum günüdür. Şaban ayının 4-ü Əbəlfəz ağanın doğum günüdür. Şaban ayının 5-i İmam Səccadın doğum günüdür. Şaban ayının 11-i Əli Əkbərin doğum günüdür. Şaban ayının 15-i İmam Zaman əleyhissalamın doğum günüdür. Bu qədər mübarək günlər var bu ayda. Çox mübarək günlərdir. İmam Sadiqdən nəql ilə Səffan adlı bir şəxs deyir. İmam Sadiq məni çağırdı. Çağırandan sonra buyurdu. Get öz dostlarını bir yerə yığ. Onlara oruc haqqında danış. Dinən Şaban ayında oruc tutmağın savabı çoxdur. İzah elə daha doğrusu Şaban ayından danış. Deyir Səffan deyir mən sual elədim ki İmam Sadiq əleyhissalama ki ağacan Şaban ayında oruc tutmaq məgər bu qədər çox savabı? İmam buyurdu bəli. Ondan sonra imam mənə belə buyurdu. Dedi Peyğəmbər Şaban ayının hilalını görən kimi, ayı görən kimi sabahsı oruç tutardı. Ondan sonra bir carçıya deyərdi get car çək, get çağır insanları hamısını yığ bir yerə, sözüm var insanlara. O carçı yığardı insanları bir yerə, Peyğəmbər belə deyərdi. Deyərdi Şaban şəhri, bu ay mənim ayımdır. Şabanda oruç tutanlara Allahın rəhməti olsun. Peyğəmbər deyərdi. Kim Peyğəmbərlə xüsusi ünsiyyət qurmaq istəsə bu ay xüsusi ünsiyyətdir. Peyğəmbərlə ünsiyyət qurmaq istəyən insanlara deyirəm, qadınlı kişili, Şaban ayı xüsusi ünsiyyət qurmaq üçün vasitədir. Peyğəmbər buyurur, bacardığınız qədər bu ayda oruç tutun, namaz qılın, sədəqə verin, tövbə edin, salavat göndərin. Hər kəs indi bacara bilməzsiniz də 30 gün hamısını tutmağı, amma xüsusi günlərin deyirəm sizə, bu günləri tərk eləməyin, xüsusi günlərin deyirəm sizə. Həftənin 1-ci günü və 4-cü günü çox tapşırıblar Şaban ayında oruç tutmağı. 1 və 4. Birdən 2 gün çox olsa, deyir, heç olmasa 4-cü günü tutun. Bir də Şaban ayının 15-ini heç tərk eləməyin. Şaban ayının 15-ini orucu tutun. Bunları sizə xüsusi tövsiyə edirəm bir kiçiyiniz olaraq. Şaban ayının hər cuma axşamı Allah mələklərə əmr edir, göyləri bəzəyin. Mənəvi göylərdən söhbət gedir. Mələklər ərşi bəzədikdən sonra üzlərini tuturlar ilahi dərgaha, deyirlər Allahım, ya Rəbbəl aləmin, bugün oruç tutanları bağışla, bu oruç tutanlar ki var onları bağışla. Allah o mələklərin duasını qəbul edir və orada Şaban ayında kim ki oruç tutub qəbul edir və onların günahlarını bağışlayır. Şaban ayında bu gündəndir ya, adi günlərdə bir dənə yaxşı əməl etsən bir verərlərsə, Şaban ayında hədisdir ki, kim bir dənə yaxşı əməl etsə 70 pay verirlər. 70 pay. Adi bir salama biri idisə tutaq. Amma Şaban ayında 70 üstə gəlir o qədər veriləcək. Yubahi fihi bi ibadih vel cebbar yubahi fihi bi ibadih yenzuru min arşihi ila suvvamih və quvvamih. Allah Şaban ayının gündüzləri oruç tutanlarla, gecələri ibadət edənlərlə fəxr edir. Deyir, mənim belə bir bəndəm var. Allah fəxr edir Şaban ayında oruç tutanlarla. Deyir, mənim nə gözəl bəndəm var. Nə qədər dəyərli bəndəm var. İmam Rıza əleyhissalam buyurur, mən samə əvvələ yov min Şəban. Kim Şaban ayının ilk günü oruç tutsa. Vəcəbət ləhur rəhmə. Allahın rəhməti ona vacib oldu. Allahın rəhməti ona vacib oldu. Hədis budur. Maraqlı bir hədis deyirəm sizə. Peyğəmbərin özündəndir. Hər kəs mənim ayımda, Peyğəmbər belə deyir. Bir gün oruç tutsa, bircə gün Şabanda oruç tutsa, Peyğəmbər deyir, mən ona şəfaətçi olacam. Qiyamətdə şəfaət edəcəm. Hər kəs 2 gün tutsa, keçmiş günahları bağışlanacaq. Hər kəs 3 gün tutsa, Allah deyər səni pak eləmişəm, təmiz eləmişəm. Daha anadan uşaq doğulanda nə qədər pak olar, o şəkildə sən təzədən başla əməlləri bə. 3 gün Şabanda tutsan, 3 gün Şabana tutsan. Əli əleyhissalam buyurur Şabanın orucu, qəlbin vəsvəsələrindən qəlbi qoruyur. Qəlbin pərişanlığın qəlbdən çıxardır, atır çölə. Fikir verirsiniz bəzi vaxt insan nə qədər qəlbi sıxılır, nə qədər narahat gezir, özü də bilmir niyə. Deyirsən, hər şey yaxşıdır, amma bilmirəm niyə qəlbim sıxılır. Şaban ayının orucunda o qədər qüdrət və qüvvət var ki, o narahatçılığı qəlbdən çıxardır, atır çölə. Deyir, rahat gez, rahat yaşa.
O vəsvəsələr ki var, mənə dəfələrlə deyiblər ki, otururam evdə, oturanda pis fikirlər gəlir zehnimə. Pis vəsvəsələr olur. Hətta pis şeylər fikirləşirəm, istəmirəm valla. Hətta deyir, ibadət eləyəndə pis fikirlər gəlir. Şaban ayının orucunda bax, bu qədər qüdrət var ki, o vəsvəsələrdən sizi qutarar. Bu Şabanın bərəkətidir. Şabanda kim çox oruç tutsa, hədisdə var, ruhusu çoxalar. Düşmənin şərrindən amanda qalar. Düşmənin şərrindən amanda qalar. İmam Baqir əleyhissalamdan bir hədis deyim sizə. İmam Baqir Əbu Həmzə Sumaliyə deyir. Deyim, mən samə Şaban kənə ləhu tahurən min kulli zəllətin və vəsəmətin və badirə. Allah Şaban ayında oruç tutanlara paklıq verər 3 şeydən. 1. Etdiyi xətalar. 2 dənə kəlmə işlətdi. Əbu Həmzə Sumali deyir, mən başa düşmədim o kəlmələr nədir. Deyir, sual verdim İmam Baqir əleyhissalama ki, orada 2 dənə cümlə işlətdim ki, 2 dənə də qeyri məsələ var, onlardan paklıq verər, onlar nə deməkdir? Deyir, İmam Baqir cavab verdi, birinci ki işlətdim orada min kulli zəllətin, yəni xətalar, bu izah oldu. Vəsəmətin nədir, onu sənə izah edirəm. Dedi, vəsəmə budur, əl-yəmin fil-mə'siyə. Deyir, bəzi vaxtlar insanlar olub ki, bilməyiblər, günah eləmək üçün and içiblər. And içib ki, filan günah eləyəcəm. Namaz qılmayan dövrlərində olar bəzi vaxtlar insanlar. Görürsən, and içir ki, mən bunu belə eləyəcəm. And olsun Allaha ki, filan kəsi döyəcəm. And içib indi öz aləmində. Sonra peşman olub döyməyəcəm. O andın ağırlığı var. İnsanın vücudunda qalır. And elə belə baxmayın. Mövzum olsa danışardım sizə. Hər şeyə görə and içmək lazımdır. Andın insanın qəlbinə təsiri var. Ağırlığı var. Şaban ayının orucunda qüdrət var ki, o ağırlığı götürür, o çirkinliyi götürür, insanı paklayır. Deyir, 3-cü nədir? Sual verdim. Və məl badirə. Deyir, imam cavab verdi mənə ki, əl-yəmin fil-qəzəb. Qəzəb vaxtı içilən and. Görsə, ana istənər, bir and içər övladı haqqında, nəsə bir söz deyər, and içər. Ya məsələn, kimsə istənər, qəzəblənər bir dənə and içər, sonra peşman olur, qəzəb yatıb eləmək istəmir axı. O andın müqabilində Allah deyir, o and ki, insanı narahat eləmişdi, Şaban ayının orucu o narahatçılığı aradan aparar. Və əməllərin deyirəm, yekunlaşdırıram sizə. Bu günlərin əməlləri nədir? Əstəğfirullah və əsəluhu tövbə. Əstəğfirullah və əsəluhu tövbə gündə 70 dəfə. Gündə 70 dəfə. Başqa bir zikir deyirəm. La ilahə illallah və la nə'budu illa iyyah muxlisinə ləhuddin və ləv kərihəl müşrikun. Belə bir zikirdir. Ayda 1000 dəfə bu zikri kimdisə, bir ayda 1000 dəfə Allah onun əməl dəftərinə 1000 illik ibadətin savabını yazar. 1000 il sanki ibadət eləmsən. Bu bir məsələ. Digər məsələ salavat deməkdir. Bu ayda çoxlu əməllərdən biri salavat. İmkanınız var, Peyğəmbərə deyin salavatı. Salavatı çoxaldın. Sədəqə vermək. Sədəqə vermək. Bu ayda çox tövsiyə olunub. Nə qədər bacarırsınız sədəqə verin. Sükut eləmək, susmaq. Bu ayın tövsiyələrindəndir. Bacardığınız qədər susmağa meyilli olun. Lazım olan yerdə danışın. Lazım olan yerdə susun. Susmaq özünün inayəti var. Və bir də tövsiyə edirəm sizlərə ki, olar ki, anaları, ataları narahatdır, onlardan küsüb, eşitsin qardaş bacılarım, indi, elə bugündən ana, ataların narahatçılığını həll eləsinlər. Onlar onlardan razı qalsın və bu ay ana, ata narahatçılığı ilə insan daxil olsa, bərəkətin görməz. Oxuyub deyirəm sizə, bərəkətin görməz. Olar ki, ataları, anaları dünyaların dəyişib, uşaq ikən, cavanlıqda incidib, onlar bir salavat deməklə, qəbr üstünə getməklə, müəyyən zikirləri onlara hədiyyə eləməklə onu aradan apara bilər. Bismillahirrahmanirrahim. Qalə Aliyyun aleyhissalam, bəqiyyətul umri la qiymətə laha və qəd yudrakü bihə mə fət və yuhyə bihə mə mət. Aleyhissalam buyurur, ömrümün qalan hissəsi çox əzəmətli və dəyərlidir. O qədər əzəmətli ki, onun müqabilində bir qiymət təyin olunmuyor. Belə ki, keçmişdə itirdiklərini bu ömür vasitəsilə geriyə qaytıra bilərsən. Vücudunda ölən fəzilətləri təzədən dirilə bilərsən, yeni həyat əldə edə bilərsən. Necə ki, hür 24 saat içərisində bütün həyatın dəyişdi. Bəli, ömrünün qalan hissəsi ilə bütün ömrünü dəyişdi və biz də dəyişə bilərik.
Bu saatlar içərisində dəqiqələr, anlar, günlər və aylar içərisində daha dəyərli günlər var və qiymətli bir ay var. O aylardan biri Şaban ayıdır. Peyğəmbərimiz buyurur, Şabanu şəhri və Ramazanu şəhrullah. Şaban ayı mənim ayımdır, Ramazan ayı isə Allahın ayıdır. Bəli, Şaban ayı xüsusilə hədisdə qeyd olunduğu kimi Peyğəmbərin ayıdır. Bir neçə şeyi tövsiyə etmək istəyirəm sizə bu ayda. İlk tövsiyə, bu ayda oruç tutmaq. Necə ki, Peyğəmbərimiz buyurur, mən sâmə şəhri, kuntu şəfiən yevməl qiyamə. Kim bu ayda oruç tutarsa, qiyamət günü ona şəfaətçi olaram, onun əlindən tutaram, onu tənha qoymaram. Bəli. Əleyhissalam nə gözəl buyurur. Buyurur, Peyğəmbərə olan sevgünüzə xatir, həmən eşqə xatir, bu ayda oruç tutun, Allaha yaxınlaşmaq niyyəti ilə. Yəni, Peyğəmbərə olan sevginizi göstərin canınızla Şaban ayında oruç tutmağınızla. Nə gözəl, əgər bir insan o sevgiyə xatir Allaha yaxınlaşmaq niyyəti ilə oruç tutarsa, Allah ona nə nəsib edər? 1. Allahın məhbubu olar. 2. Xüsusi şəkildə qiyamət günü kəramətlə qarşılanar. 3. Cənnət ona vacib olar. Bəli, oruç tutmaq. Və xüsusilə də bu ayın 2 günü, həftəsinin 2 günü, 4-cü və 1-ci günü oruç tuta bilsəz, 20 dünya hacəti və 20 axirət hacətini əldə edə bilərsiniz. İkinci tövsiyəm, bu ayın bütün günləri dəyərlidir. Amma bu dəyərli günlər içərisində bir gün var ki, çox dəyərlidir. O gün elə bir gündür ki, 124 min Peyğəmbərin hamısı o günün hörmətini saxlayardı. Əleyhissalam o günü xüsusi gözləyərdi. O gün gəldikdə xüsusi sevgi ilə, məhəbbətlə ibadət eləyərdi. O gün Şaban ayının 15-idir. Elə bir gün ki, o gün dövrün imamı dünyaya göz açır. Bəşəriyyətin xilaskarı, elə bir şəxsiyyət ki, dünya bugün ona daha çox ehtiyacı olduğunu hiss etməkdədir və onu duyur, onsuz yaşamaq qeyri-mümkün olduğunu hiss edir və başa düşür. Və o gün ibadət eləmək, o gün əhya saxlamaq, oyaq qalmaq xüsusi tövsiyə olunub. Ramazan ayının Qədr gecələrindən sonra ən fəzilətli gecədir Şaban ayının 15-i. Bu ikinci tövsiyəm. Üçüncü tövsiyəm isə istiğfar eləməkdir, Allahdan bağışlanmaq diləməkdir. Gün ərzində 70 dəfə bu zikri söyləyə bilsəz nə gözəl. Əstəğfirullah, əs-səlam, tövbə. Bağışlanmaq istəyirəm səndən, ya Rəbbəl aləmin. Məni bağışlayarsanmı? Bəli, bəşər, niyə bağışlamıram ki səni? Səndən bağışlanmaq istəyirəm. Əgər gündə 70 dəfə bu zikridir söz, çox əcri və mükafatı var. Bunu qeyd edeyim sizə ki, bir dəfə istiğfar eləmək bu ayda, digər aylarda 70 min dəfə istiğfar eləməkdən üstündür. Yəni, bir istiğfar 70 min istiğfardan üstündür. Ona görə bu ayda sizə tövsiyəm budur. İstiğfar eləyin, Allahdan bağışlanmaq diləyək. Hamılıqla, hamımız Allahdan bağışlanmaq diləyək. İlahi, bağışla bizi, bağışla etdiyimiz səhvləri, günahları, bağışla bizi ki, bəzi neymətlərin qədrini bilməmişik. Bəzi neymətlərin qədrini bilmədik, əlimizdən çıxdı. İlahi, sənə tərəf dönüş etmək istəyirik ki, həmən neymətləri bir daha bizə qaytarasan. Bəli, anlamışıq ki, çox böyük neymətlər itirmişik. Bu üçüncü. Dördüncü tövsiyəm sizə, sədəqə vermək, Allahın yolunda pulundan keçmək və xüsusilə də belə bir günlərdə, xüsusilə belə vəziyyətdə. Baxın, insan adi günlərdə pulunu xərcləyir, amma çətin olanda vəziyyət biraz pisləşdikdə o anda pulu xərcləmək hər adama nəsib olmaz ki. Bəli. Belə günlərdə sədəqə vermək, yoxsulların əlindən tutmaq, kimsəsizlərə baş çəkmək və onlara kömək eləmək çox tövsiyə olunan əməllərdən biridir. Ki, İmam Baqir əleyhissalam bizdən gileylənir, deyir, niyə sədəqə verib sərvətli olmaq istəmirsiniz? Bu da dördüncü tövsiyəm və beşinci tövsiyəm. Zikr edin bu ay.
xüsusilə də bir zikir söyləyirəm sizə. La ilahe illallah və la na'budu illa iyyah muxlisin lehu'd-din və law kerihel müşrikun. Allahdan başqa bir məbud yoxdur. Ona səmimiyyətimlə üz tutmuşam və din ona məxsusdur və mən bu yolda sabit olacağam. Müşriklər narahat olsa da belə. Bəli. Bu zikri söyləmək ay ərzində 1000 dəfə 1000 ilin ibadətinə bərabərdir. Sanki 1000 il ibadət etdiniz, Allaha yaxınlaşdınız. Allaha yaxınlaşmaq istəyirsinizsə, bu dediyim 5 şərtə əməl edin. 1. Oruç tutmaq. 2. Şaban ayının 15-ci gününə xüsusi önəm vermək, o gecəni əhya saxlamaq. 3. Allahdan bağışlanmaq diləmək. 4. Sədəqə vermək və 5. Zikr eləmək. Amma sual et sözüm, bunların içərisində daha çox bizə tövsiyə olunan ibadət hansı ibadətdir? Hədislərdən çıxarış edərək bunu deyə bilərəm sizə ki, 2 ibadətə daha çox diqqət ayrılıb. Biri sədəqədir, digəri istiğfardır. Biri insanlarla sanki ünsiyyəti bərpa eləməkdir, biri Allahla ünsiyyəti bərpa eləməkdir. Biri bağışlanmaqdır, biri varlar ondan keçməkdir. Bu 2 xüsusiyyət daha çox tövsiyə olunub. Daha çox hədislərdə bizdən bu istənilib və oruç tutmaqda, zikirlər etməkdə əlbəttə ki, öz yerində. Allah bu ayda oruç tutmağı, istiğfar eləməyi, sədəqə verməyi, zikr eləməyi, dua eləməyi bizlərə nəsib eləsin inşallah.